Əskər bəy, mən sizə minnətdaram ki, burada bax şərhlərdə bilmirəm siz görürsünüz yoxsa yox, bizim yayımızda hazırda 1000 nəfər insan var. Yazırlar ki, çox minnətdaram sizə. Bizim də qohumlarımız oradaydı. Çox narahat idik. Sağ olun ki, Bəli, belə Dubai bir ilə məlumat bağlı verdiniz. narahatçılığa ehtiyac yoxdur. Yəni qətiyyən Marina ərazisində ən azından deyə bilərəm ki, çox sakitçilikdir və hər şey öz qaydasında davam edir. Bununla bağlı narahatçılığa ehtiyac yoxdur yəni. Amma səslər gəlir, Narahat səsləri olma. biz eşidirik yuxarıdan. Bəli, səslər gəlir. Mən fikirləşirəm ki, onunla qırıcı təyyarədir bu. Havadan gələn hansısa bir məncə zərbələrə qarşı qorumadır. Amma hələ ki bir atışma səsi ya da bir raket səsi eşitməmişəm. Dediyim kimi 3 saat bundan öncə olub, axırıncı dəfə, amma hələ ki sakitçilikdir burada. Bəs hava yollarının nə vaxt açılması ilə bağlı bir məlumat varmı Ələskər bəy? Yəni belə deyək də, aviareyslərin nə vaxt bərpa olunacağı ilə bağlı? Onunla bağlı məlumatım yoxdur, amma dostumuz ayın 6-sında buradan Bakıya bilet alıb. Yəqin ki, o da böyük ehtimalla şey oluna bilər, uçuşlar ləğv oluna bilər, amma dəqiq bilmirəm, amma bilet alıb Azaldan buradan Bakıya bilet alıblar yəni. İnşallah bütün həmyerlilərimiz sağ-salamat qayıtsınlar evlərinə, eşiklərinə. Və eyni zamanda əziz dostlar, gördüyünüz kimi Dubai Marina ərazisində hazırda sakitçilikdir və Ələskər bəy